Ey iman gətirənlər! Namaza durarkən dətələ dəstəmazınız olmayanda, üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə, hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məs edin. Əgər cənabətli olsanız, yuyunun, dətələ qüsl edin. Əgər xəstə və ya səfərdəykən sizlərdən biri ayaq yolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. Hər iki əlinizin içini ona vurduqdan sonra, həmin torpaqdan üzünüzə və əllərinizə çəkin, dətilə təyəmmüm edin. Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və öz nemətini sizə tamamlamaq istəyir, dətilə ki, bəlkə şükr edəsiz. Maidə 6.